Salam aleyküm kardeşler. Her vaxtınız xeyirli uğurlu olsun. Qaralar, o gün video paylaştım. Ondan sonra telefonda müəyyən problemlər olduğuna görə həm video paylaşamadım, həm də orada bəzi yorumlar var. Onlara cavab verməmişəm. Amma bayaqlarımı oxudum, bir neçəsinə cavab verdim. Yəni, paxıllar hər yerdə var. Qaldı qısacasına, mən bir dənə bu şeydə deyim. Mən Maykada tatolarla video paylaşmağım, yayın açmağım mən cinayəti təbliğ eləməyim demək deyil. Yəni buna aydınlıq gətirmək istəyirəm. Bəziləri var orada sırazı öz beyinlərində, öz fikirlərində mənim haqqımda orada sazlavat edirlər. O da yəni o deyil də, yəni qardaşım, yenə deyirəm, mən bunlarla cinayəti və yaxud da ki başqa bir şey burada pis şey təbliğ eləmirəm. Yəni fikrim pis deyil, məqsədim pis deyil. YouTube'da da yeniyəm. Bir çoxunuz tanıyırsınız. TikTok'dan birinci səfər platformada yəni bu mövzu ilə yayın açmışam. Bu mövzu ilə videolarım olubdu. Müəyyən səbəblərdən dolayı saxlamışdım videoları. İndi qardaşınız sizə bir söz deyir. Maykada yayın açmağım, yayınımın qalxmağına, video paylaşdığım videolarda belə video paylaşmağım, videomun kəşfiyyata düşməyinə görə. Çünki yəni bu realdır da, bugünkü gün idmandan, elmdən çox cavanlarımız belə şeylərə üstünlük verir. Belə şeylər onların marağını cəlb edir. Məndə onların marağını belə cəlb eləyib. Amma bunun əsl tərəflərini izah edirəm. Görünməyən, hansı ki, mənim 26 yaşım var. Ömrümün 8 il bir ayı həbsxanada keçibdi. Yəni Allah heç bir Azərbaycanlı gəncinə oran yaşatmasın. Yəni bizlər üçün deyil. Azərbaycanlı gənci yaxşı mənada kef çəkməlidir. Qurana and olsun, hər şeyin gözəlinə layiqdir. Necə ki, mən onu özümə rəva görmürəmsə, heç bir Azərbaycanlı qardaşıma, gəncinə, müsəlmanıma, heç birinə yəni rəva görmürəm. İnşallah da Allah heç kimə onu nəsib eləməsin. Bir şey ki, adi bunu özümü primer çəkirəm. Mənim ən birinci məhkumluğum bıçaqlaşma ilə olub. Düzdür, ona görə məhkəmədə də demişdim ki, yəni peşman deyiləm. Birinci məhkumluğuma heç vaxt peşman olmamışam, olmayacağım da. Çünki o söyüş üstündə olmuşdu. Özü də məndən yekə idi. Mənim 15 yaşım var idi, onun 28 yaşı var idi. Mən o söyüş üstündə dava düşdü. Mən onu vurdum, o mənim üstümə belə pis çıxmasın, küçədə olub dava. Qardaşım da balacaydı. Qaçdı, getdi, mamamı çağırdı ki, gəlsin bizi aralaşdırsın. O mənim anamın yanında bıçaq açdı, başladı söyüş mənə bıçaq atmağa. Mən də nədir, durmalıydım bıçağın qabağında. Mən də özümü müdafiə eləmək üçün onun əlində bıçaq alıb elə onun özünü vurmuşam. Yəni mən buna peşman deyiləm. Heç indi də peşman deyiləm. Qaldı ki, atam sağ olsun. Qonşular da, qohumlar da kömək elədilər. Hakim də Allah balasını saxlasın. Nəzərə aldılar az yaşlı olduğumu, 15 yaşım var idi. Onun yekə olduğunu, özümü müdafiə eləməyimi. Nəzərə aldılar. Məni şərt işlə azad elədilər. 3 il 2 ay şərt iş vermişdilər. Çıxdım, idman yoldaşım var idi. Yevlaxda indi adını çəkməyəcəm. Yevlağın indi asma yekalarından birinin oğlunun telefonunu fırlatdı, verdi mənə. Mən də 15 yaşında uşaq, 16 yaşım təzə tamam olub. Yəni nəfs o deyil da, bildin nətər. Heç nə, apar telefonu satdım, onunla da nəfsim mırıldadı. Başladım, qoşuldum onlara. Bir də ayrıldım ki, məhkəmədəyəm, hakim. Prokuror 9 il oxudu, hakim 5 il yarım iş verdi. Ondan sonra getdim, yenə düşdüm ora, həmin olduğum kameraya, həmin uşaqlar deyildi, uşaqlar dəyişilmişdi.
6 ay 16 gündən sonra təzədən dala qayıtmışdım da elə bir həbsxanaya. Gəncə türməsinə 22-ci kameraya. Və ondan sonra da uşaq da yəni elə bir şeydir ki, uşaq yox, adi yəni böyüyün özü də, yəni hardasa olursa, ora adaptasiya olur. Ora o həmin mühitə öyrəşir. İstəyir ki, oradakılar kimi olsun. O seçilsin. Cavan uşaq bir şey ki, yəni 15-16 yaşında uşaq necə olmalıdır? İndi video qoyacağım, oradan görəsiniz də, yəni çox uşağam. Və Yevlax polis əməkdaşlarının birgə keçirdikləri əməliyyat axtarış tədbirləri uğurlu olub. Birgə keçirilən əməliyyat tədbirləri nəticəsində sözügedən rayonlardakı mağazalardan oğurluq edərək sahibkarlara külli miqdarda ziyan vuran şəxslərin kimliyi məlum olub. Əməliyyat tədbirləri nəticəsində Bərdə və Yevlax şəhər sakinləri Yenə deyirəm, mənim fikrim bu tatolarla cinayəti təbliğ eləmək deyil. Yox, elə başa düşənlərə də, yorumlarda artıq əks yazanlara da bərbaşdan deyirəm, xahiş edirəm, yorumda artıq əks heç nə yazmayın. Deyirsiniz ki, o vasmilərlə gənc səndən nə örnək götürsün? Danışdığın sözlə görünüşün o deyil. Xeyr, görünüşümlə göstərirəm ki, mən də sizin yaşda olmuşam. Mən də meyl eləmişəm. İndi nə bilim, mənə yəni Allahın da olsun mənə yol göstərən olmuyor. Mən özüm idmançı olmuşam. Mənim atam, yəni gileylənmirəm o şeydən, mənim başımın tacıdır. Mənim atam gedib mal heyvan alıb gətirib mənə idmandan çıxardı ki, mal heyvan otarasın. Mən elə bir həyata küstüm də, dəyişdim də, kanki tamam başqa bir insan oldum. Başladım nə bilim, heyvanı sahəyə hörüş aparanda başladım siqaret çəkməyə. Sonra nə bilim ki, pivə içməyə. Belə yəni gəldim, çıxdım bir bu vəziyyətə. Yəni vəziyyətimdən Allah şükür, yəni gileylənmirəm. Allahıma həmd olsun. Yəni ayılmışam, səhvi düzü ayırt eləyə bilirəm. 27 yaşım var. Bugün sabah 27 yaşım olacaqdır. Bir şeydən gileylənirəm sadəcə. Məhkumluq həyatı olduğuna görə heç yerdə iş vermirlər. Qaldı ki, yenə deyirəm, mən bunlarla gənclərə göstərmirəm ki, həvəslənsinlər. Mən gənclərə bunlarla göstərirəm ki, mən də sizin yaşda olmuşam. Bunlar yəni onun sübutudur ki, harasa qədər mən də orada qalxdım. Amma gördüm o deyil də yəni. Hər şey qurban olsun bizim valideynimizə, anamıza, atamıza, əzizlərimizə. Mənim anam nəyə görə gəlib eşidirsən, qoca arvad beli bükülə-bükülə gəlib zonun ağzında səhə qurban olum, balana qurban olum, ayağın altında ölüm, ala bu 5 manat hörmət edeyim, bu sumkanı ver mənim oğluma. Mən də gəlim o sumkanı götürüm qoyum stola, böyle qaqaş perdasiya gəlib, mamam gətiribdi, böyle davayıb, dağıdın, sökün, yiyin. Yesinlər, eşidirsən, xanımlar baxırsa, uşaqlar baxırsa, üzürü saysın. Yesinlər, yekəsinlər, eşidirsən, böyle nəsə də maleşi bir dənə dapsqat eləyim, böyle pirdiyav eləsinlər mənə ki, qaqaş, dünənivə sağ ol, bugünivə cavab ver, xeyr ola. Ay, bir saat bundan qabaq anam gətdiyi çörəyi yemişsən, ya. İnsanlıqdır, düzgünlükdür, yox. Mən bir kameranın içində bugünkü gündən danışıram, bugünkü yəni olan izolyatorlarda, tərzixanalarda olan atmosferi deyirəm, bugünkü gün. Əgər məhkumluq həyatı yaşayan o paryatçı insanlardan da kimsə bu videonu görürsə, orada yorumda təsdiqləyəcək mənim sözümü. Bugünkü bir dənə kameranın içində, kameranın adı qardaşlıq kamerasıdır. Yəni kim varsa hamı bir-birinə qardaşdır. Çünki bunu rəis bölgüdə böləndə Delaya baxır, Dela sənin kimliyindir. Bölgüdə böləndə kim hara layiqdirsə ora göndərir. Çünki
Rəis pisi heç vaxt yaxşının içinə göndərib eşidirsən, orada şuxur qaldırmaz. Çünki özünə ziyandır. Bu kameranın içində qardaşlıq kamerası qoy bu bəzilərinin dilindən deyim. Oğrunun Allah ölənlərə rəhmət eləsin, qalanlarına da can sağlığı versin. Mənim yəni onlara protiv çıxmıram. Sadəcə olaraq bugünkü gün o deyil də yəni. Mən bildiyimi hansı yükün altına girmişəm, bildiyimi, gördüklərimi dilimə gətirib deyirəm. Ola bilər bəlkə də bu videodan sonra mənə hansısa problemlər yaranar, kimlərləsə, nətərsə. Amma mən bugünkü gün gördüyümü, bildiyimi video vasitəsindən paylaşıram. Kim də deyir ki, bloger eşidirsən. Gör nə deyirəm qardaş, mən blogerim, yaxşı. Sən kimsən? Mən video çəkdim, paylaşdım, mən bloger oldum mən, yaxşı. Gedib kimisə ana bacısına, qeyrət namusuna ilişmir amma, hansısa kimisə bədbaxt edib, hansısa ananın gözünün yaşlı qoymur amma. Videoda qardaş, mənim də işim yox, gücüm yox. Bir şey ki keçmişim, cinayətkar, məhkumluq, 26 yaşım var, 3 dəfə məhkumluq yaşamışam. Mənə iş yoxdur, güc yoxdur. Mən də ki, sağ olun, sizlərin sayəsində abunə olursunuz, məsələn, nə bilim, baxış gəlir, like gəlir, mən də pulumu onunla qazanıram. Gedim cinayət edeyim. İstəmirəm, mənə lazımdır. Çünki gördüyümü axırın səfər vapşə çox gördüm. Bir şey ki, oğrunun praqonu var ki, kamerada 50 manatdan yuxarı qumar olmaz, tavan olmaz. Bugünkü gün mən İraq məndən, yəni bilənlər bilir, mən qazamat həyatında heç vaxt qumar oynamamışam. Düzdür, mən çörək yediyim uşaqlar oynayıb, tanıdığım insanlar, münasibətim olan insanlar oynayıb. Onlara da görə and olsun Allaha, yəni saatlarla pul axtarmışam zonun içində, ondan, bundan. Onlara da baxıb ibrət götürmüşəm. Mən kasıb uşağam, mən bilirəm ki, mən gəlməyəcək. Mən nədir? Pulsuz qumara otururamsa sizə bağışlayın, dalımla otururam. Deməli, pulu verəməyəcəm, açıq eləyəcəm arxamdan. Ona görə də mən heç vaxt özümü, öz həyatımı kimisə qabağında yuqruş eləməmişəm. Onu mən özümə sıxışdırmıram. Oğrunun praqonu var, eşitsən, 50 manatdan yuxarı tavan olmaz. Bugünkü gün mənim anam gətirdiyi çörək yiyib, indi yiyib, İraq bizlərdən. İndi mənim anam gətirdiyini yiyib, 5-6 saatdan sonra, 1 saatdan sonra mənlə oturur, kart oynayır, dəmin oynayır, ya nerede oynayır, ya nə bilim, çubuqda artır. Mən bilət 1000 manata kimi otuzdurur tavana. Heç kim bir nəfər eşidirsən, buna bilə piskat eləmir, bilət. Sən bilət oğrunun yaxşı praqonunu perejaqnut eləyirsən, bilət oğrunun praqonunu perejaqnut eləyən qad olar. Bir nəfər onu bilət ona spamlet eləmir. Burada bunu yüklüyür, gedir, çəkilir, qıraqda oturur kupedə, böyründə kupe yoldaşlarına verilir. Allah bilət, sudumun pulunu düzəldirəm. Məhkəmənin pulu hazırdır, çıxacam. Utanmırsan, bilət, kamera bilət, adı qardaşlıq kamerasıdır. Sən qardaş dediyin oğlanı, onun anası getdiyini onunla bölüşüb yiyirsən. Sən onu necə bilət onun həyatınla oynaya bilərsən? Bu insan onu verənmədi. Bu insan onu verənmədi də, yəni nətər olacaqdır? Sönəcək də yavını. Bu axırıncı səfər, bu axırıncı olduğum məhkumluğumda dava-dalaş olmuşdu. Nəysə, başqa şeylə getdim. Getdim, düşdüm Ustroqu kameraya, Gəncə türməsinə, 45 saylı kamerada oldum. İşimlə razılaşmadım. İşimlə razılaşmadığıma görə, nə bilim, biraz saldım cavanlıq tərəfimə, iynə utdum. Ki, etiraz ediləm, nə bilim, nə. Belə oldu ki, 20 gündən, bir aydan sonra, o iynə oradan çıxandan sonra məni
göndərdilər 18-ci kameraya. Strogo kameraydı ora. Dəfələrlə məhkum olunanların kamerası. Mən orada gördüyümü Qurana and olsun. Mən nə Lütskoyda, Azad Həyatda, nə də Qazamatda, Malletkada mən yəni elə bir şey, yəni ən dəli Sovyet, yəni Malletka görmüşəm, bilmişəm. Yəni mən o şeyləri, o Kuritinli hərəkətləri, Giryazın hərəkətləri, yəni mən Malletkada görməmişəm. Kim ki deyir Malletka dəlixanadır, nədir? Boş söhbətdir, dəlixana zad deyil. Strogoda olunanın yanında dəlixana deyil, Qurana and olsun. Bilet həyatından bezib bilet bu insan üçün çöl, içəridə seriozlu yaşamaq, yəni bezrazlişnidir. Buna az tapot edir. Bu həyatda hər bir şeyini itirib, bunun sobstvenində bilet heç nəyi yoxdur. Bizim bir dənə kətçimiz var idi, adını çəkmirəm, Yevlaq uşağı idi. Oturdular, kart oynayırdılar. Əldə düzəlmə. Sigaret prima şeyindən, paskasından düzəltmişdilər. 30-30'durlar, bu da kasıb uşaqdır. Bilet oynadılar, bu biraz yükləndi. Dedi, biraz oynayayım, bəlkə açıq eləyərəm. Xodu qaldırdılar hara, 720 manat oldu. 720 manat nətər verəcək? Bu bir şey ki, qardaşı ömürlükdə, o birisi qardaşı ciyəri xəstə, vərəm işləmir, pensiya alır. Ana, qoca ana beli bükülür, yaşayır yaşamağına, Allah ömür versin. Amma yəni o da pensiya alır, iş qabiliyyəti yoxdur da, yəni bu insan işləmir sadəcə olaraq. Ancaq pensiya ilə. Ömürlükdəkinə baxır, biraz da buna göndərir. Biraz da özü yiyir, biraz da bu xəstəyə baxır. Nə varsın yetim ana? 720 manat yükləndi. Etap getdi, etapdan qayıtmadı. Tavanda çöndü. Qorxusundan da gəf girmədi kameraya. Yaxşı, bunun o qoca ana əziyyət çəkən, əsə-əsə, beli bükülə-bükülə gətirib o bozbaşı, doğanı, nə bilim ha, katleti, çörəyi, əlinlə pişirdiyi çörəyi yiyirdi nabilet, alçaq. Və bunu hara qoyursan? Yəni, bir dənə deməyim odur ki, qardaşım, videoların ardı gələcək. Kimə hansı mövzu maraqlıdır, yorumda yazsın. Yorumda yazsın, inşallah bildiyim nə var, olduğu kimi, gördüyüm kimi deyəcəm. Çəkib paylaşacağım sizin üçün. Bir də videolarının əgər ardını gəlməyini istəyirsinizsə, mənə bir qaqa kimi ürəyiniz yəni mənə kömək eləmək istəyir, dəstək olmaq istəyirsinizsə, bir dənə qardaşınıza abunə olun, bir də o zınqrov var ha qaqa. Bir də o zınqrovu üstündən vurun ki, video paylaşanda biləsiniz.